Salam dəyərli şagirdlər, əziz abituriyentlər. Mən Emil müəllim İsayev, Elr Akademinin riyaziyyat müəllimi. Bugün sizlərə ardıcıllığın limit barəsində danışacağam. Əsasən suallar barəsində danışacağam. Kanalımızda mövzu izahı mövcuddur. Ardıcıllığın limitində bəzi şagirdlərimiz çətinlik çəkirlər. Mən fərqli bir yolla, belə deyim də, başa salmağa çalışacağam. Gəlin başlayaq suallar üzərində bunu göstərdim. Əsasən bu yolumuz olacaq atmağın yolları. Limitdə təbii ki, limitdə atmağın yolları. Başlayaq məsələn ardıcıllığın limitində bilirsiniz ki, həmişə nə olurdu? N sonsuzluğa yaxınlaşırdı. Məsələn mövcud N yaxınlaşanda sonsuzluğa. Deyirik ki, nə deyirik? Deyirik ki, N sonsuzluğa yaxınlaşanda sonsuzluğun kvadratının üstünə 3 gəlsən nə olacaq ki? Heç nə. Ona görə sonsuzluğun, yəni belə deyəcəyik, sonsuzluğun kvadratının yanında bu 3 boş şeydir. Sonsuzluğun kvadratından 3 çıxanda bu boş şeydir. Atdın, getdi. Burada, deməli, buradan çıxacaq, bax, N çıxacaq da, o da sonsuzluqdur. Sonsuzluğun yanında bu 6 boş şeydir, atdın, getdi. Bu 5 boş şeydir, atdın, getdi. Eyni kökün altında 5N kvadratı bölünsün 45 N kvadratı. Bu da eləyəcək bizdə. Cavabımız oldu 3də 1. Keçdi bura. N sonsuzluğa yaxınlaşır. Sonsuzluğun üstünə 2020 gəlsən nə olacaq ki? At getsin. Sonsuzluğun yanında bu 2020 boş şeydir. Atdın, getdi. N-i N-ə böləndə eləyər 1. Keçdi bura. N sonsuzluğa yaxınlaşır. Bir şey deyim sizə də. Limitdə məxrəcin dərəcəsi sürətin dərəcəsindən böyükdürsə, birbaşa 0 yazın. Elə 0 yazın. Atmaq yolu ilə də belə deyəcəyik. Bax, N sonsuzluğa yaxınlaşır. Sonsuzluğun kvadratının yanında qalan şeylər boş şeydir. Sonsuzluğun kubunun yanında qalan şeylər boş şeydir. Atdın, getdi. Deməli, N kvadratı ilə N kubunu apardın. Burada nə qaldı? Burada qaldı 2 bölünsün nə? N. Fikir ver, limit mənasında N sonsuzluğa yaxınlaşanda ədəd bölünsün sonsuzluq nə eləyəcək? 0. Yəni, bunun mənası nə deməkdir? Təsəvvür edin, bir ədədi, 1-i, 2-ni və yaxud da ki, başqa bir ədədi sonsuz böyük bir ədədə bölürük. Sonsuz böyük bir ədədə böləndə 0,00 nə qədər? Yəni, ona elə 0 kimi yanaşacağıq. Keçdik bura. Məsələn, N sonsuzluğa yaxınlaşır. Yenə məxrəcin dərəcəsi sürətin dərəcəsindən böyüksə, o birbaşa 0 yazmağın tövsiyə olunur. Bax da, yəni adi qaydada da eləsən, sonsuzluğun kvadratının yanında bu boş şeydir, bu da boş şeydir. Sonsuzluq üstündə 4-ün yanında bu bir boş şeydir, atdın, getdi. N kvadratı ilə N kvadratı getdi, qaldı burada 3 bölünsün N kvadratı. 3-ü sonsuz böyük bir ədədə böləndə bu da eləyəcək nə? Eləyəcək 0. Keçdik növbəti suallara. Məsələn, N sonsuzluğa yaxınlaşır. Sonsuzluğun kubunun yanında qalan şeylər boş şeydir, atdın, getdi. Sonsuzluğun yanında bu 3 boş şeydir, atdın, getdi. Oradan çıxacaq, burada səhv eləmirəmsə 3-cü dərəcədən yazılmışdı. Test toplusundan götürdüyümüz suallardır. Buradan çıxacaq bizdə 2N, burada da oldu 4N, cavabımız oldu 2də 1. Bax, yenə. Amma deyək ki, bu hallar ki var, bax, bu hallar ki var. Bunlar qeyri-müəyyən hallardır. Yəni, qeyri-müəyyən hallar necə? N sonsuzluğa yaxın. Kimsə deyir ki, müəllim, bəs bu hallarda biz atmaq qaydasından necə istifadə edək? Bax, N sonsuzluğa yaxınlaşır. Sonsuzluğun kvadratının yanında başa düşdüm. Bu N boş şeydir, getdi. Buradan N çıxacaq. Oldu N çıx N. 0 yazmağımız doğru olmaz. Niyə? Sonsuzluqdur. Sonsuzluqdan çıxırıq sonsuzluğu. Artıq bu sonsuzluqdan sonsuzluq çıxanda bu qeyri-müəyyən haldır. Ona görə burada işə yaramayacaq. Bu tip siz də öyrənmişsiniz ki, bunları nəyə vururuq? Limitdə kökaltı ifadələri qoşmasına vururuq. Biz kökaltı ifadələri qoşmasına vuracağıq. Məsələn, burada da qoşmasına vuracağıq. N kvadratı plus N minus. Bunun qoşması, bunun plusunu götürəcəyik. N kvadratı plus N üzərinə gəlsin N və sürətə vurduğumuz kimi məxrəcə dayan eləyəcəyik, vuracağıq. Üzərinə gəlsin N. Yuxarı müxtəsər düsturundan məlumdur ki, sizə eləyəcək N kvadratı plus N, birincinin kvadratı kökdən getdi, çıxılsın ikincinin kvadratı və bölünsün N kvadratı plus N üzərinə gəlsin N. Fikir ver, N kvadratı ilə N kvadratı getdi. İndi bura bax. N sonsuzluğa yaxınlaşırdı. Sonsuzluğun kvadratının yanında, bəli, deyəcəksən ki, sonsuzluğun kvadratının yanında bu N boş şeydir. Buradan kök çıxacaq, nə? N. Kökdən çıxacaq, daha doğrusu N. N o da N, eləyəcək 2N. Yuxarıda da bir dənə N var, cavab oldu 2də 1. Yəni, kökaltı ifadələri mütləq şəkildə nə edirsiniz? Qoşmasına vurursunuz ondan sonra. Bu atmaq qaydası dediyim bir qayda əslində belə deyək də,
harda yaranır? Biz dərəcəsi böyük olana bölürdük. Elə mən deyirəm ki, dərəcəsi böyük olana bölüb onu sonradan atacağıqsa, elə bəri başdan gəlin, biz neyniyək? Onu ataq getsin də. O bizə lazım deyil. Amma dediyimiz kimi sürəti və məxrəci olanlar üçün tətbiq elə. Qeyri-müəyyən hallar üçün mövcud deyil. Bilirsiniz ki, limitdə qeyri-müəyyən halları biz görkəmli limit vasitəsilə görkəmli limitlər və yaxud da ki, digər yollarla araşdırırıq. Həmçinin burada. Keçdik burada. N sonsuzluğa yaxınlaşır. Fikir ver. Bu yuxarıya baxan kimi, bax bura baxan kimi. Şagird görməli ki, bu silsilənin düsturudur. Yəni birinci hədd var, bir də sonuncu hədd var. Onda silsilənin düsturunu tətbiq eləməlidir. Bir A1 üzərinə gəlsin AN bölünsün 2, vurulsun n. Aşağıda da n kvadratı plus 2n plus 5. İndi fikir verin bir dənə. İndi fikir verin. Bax, burada bu hissədə artıq nə olacaq? Yenə bunu vuraq biraz sadələşdirək, gözəlləşsin. N kvadratı üzərinə gəlsin n, bu 2-ni saldım aşağı. 2 vurulsun n kvadratı plus 2n plus 5. Fikir verin. N sonsuzluğa yaxınlaşırdı. Sonsuzluğun biraz da istəyirsiniz gözəlləşdirək, yaxşı. N kvadratı plus n, bu 2-ni vuraq açaq. 2n kvadratı plus 4n üzərinə gəlsin 10. Sonsuzluğun kvadratının yanında bu n boş şeydir. Sonsuzluğun kvadratının yanında qalanları boş şeydir. N kvadratlar getdi, qaldı 2-də 1. Yəni biz dərəcəsi böyük olanlara baxırdıq normal da. Yenə eyni qayda ilə işləyəcəyik. Həmçinin burada fikir verin. Burada ortaq məxrəc eləyəcəyik. N çıx. N plus 3 ortaq məxrəc, burada olacaq n kvadratı çıxılsın. Bunun məxrəcində 1 var idi də. Olacaq, çıx, qabanda mənfi var deyə işarə əksini dəyişəcək, çıx 3n. Fikir verin, n kvadratlar getdi. N sonsuzluğa yaxınlaşırsa, sonsuzluğun yanında bu 3 boş şeydir, sildik getdi. Burada olacaq mənfi 3n bölünsün n, bu da elədi mənfi 3. Keçdik növbəti suala. Fikir verin, n sonsuzluğa yaxınlaşır. Yenə şagirdlər n sonsuzluğa yaxınlaşırsa, sonsuzluğun yanında bu 7 boş şeydir. Sonsuzluğun kvadratının yanında qalan şeylər boş şeydir. Buradan çıxacaq nə? Bizdə 3n, yuxarıda da 2n, cavabımız oldu 3-də 2. Bitdi, məsələ bitdi. Keçdik bura, n sonsuzluğa yaxınlaşır. N sonsuzluğa yaxınlaşdığını başa düşdük. Mənfi 1-in üstündə nə olur olsun, o bir dəfə əgər cütdürsə, müsbət 1 olacaq. Təkdirsə mənfi 1 olacaq, başa düşdük. Müsbət 1-i və ya mənfi 1-i sonsuzluğa böləndə bu n sonsuzluğa yaxınlaşaq, bu sonsuzluqdur. Sonsuzluğa böləndə başa düşürük ki, limit mənasında o sıfırdır. Bura sıfırdır. Elə cavabımız nə qalacaq? 5 qalmış olacaq. Keçdik bura. Məsələn, bunu verib, deyir A-nın ən böyük və ən kiçik qiymətini tapın. Məsələn, bu tip sualda. Yenə n sonsuzluğa yaxınlaşırmı? Başa düşdük ki, ardıcıllığın limitidir. Sonsuzluğun yanında bu 5 boş şeydir. Sonsuzluğun yanında bu 7 boş şeydir. Buradan da n'ləri ixtisar elədik. Oldu 4 bölünsün a bərabərdir a bölünsün 16-ya. Buradan a kvadratı bərabərdir 4 vur 16-ya. Yəni a'mız bərabərdir 2 vurulsun nəyə? 4-ə. Bu da elədir 8. Və a-mız mənfi 8-ə bərabərdir. Bilirsiniz, 8-in və mənfi 8-in kvadratı ola bilər. A-nın ən böyük və ən kiçik qiymətini biz beləliklə nədir? Tapmış olduq. Dəyərli şagirdlər, deməli, bu ardıcıllığın limit bəzi sual nümunələri idi sizlərə göstərdim. Onsuz da, yəni, ardıcıllığın limiti kifayət qədər mən düşünürəm ki, şagirdlərə rahat gələn bir mövzudur. Amma kimlərin ki, çətinliyi var, məsələn, bu dediyim qaydadan da nə edə bilər? İstifadə edə bilər. İndi növbəti video bizdə olacaq. Görkəmli limitlər. Görkəmli limitlər barəsində də çox gözəl, rahat və bloka yararlı sualları mən izah edəcəm sizə. Bu qədər. Sağ olun, sağlıqla qalın. Hələlik.